Salamlar değerli dostlar. Bugün 9 May 2026 yıl tarihidir. Ve dünyanın birçok mekanlarında 9 May tarihi faşizm üzerinde qələbə günü kimi qeyd olunur. Və mən qərara gəldim ki, bu tarixdə qısa bir paylaşım hazırlayım, təqdimat xarakterli. Biraz da içərisində nasizm və faşizm haqqında mühüm məlumatları əks etdirən bir təqdimata diqqətinizə çatdırım. Ümidvaram ki, bəyənəcəksiniz. Bu qısa bir təqdimatdır və bütün məsələləri təbii ki, bir neçə dəqiqədə əhatə etmək olmaz. YouTube kanalımda bu paylaşımın tam hissəsini yerləşdirəcəm. Instagram və Facebookda 3 dəqiqəlik kəsintiləri diqqətinizə təqdim edəcəm. Tam material üçün YouTube kanalıma daxil olub izləyə bilərsiniz. Beləliklə, gəlin bir məsələni ilk növbədə diqqətə alaq. Bəzən auditoriyalarda da mən bu cür suallarla qarşılaşıram, cəmiyyət içərisində olanda da. Biz 9 May tarixini qələbə günü kimi qeyd etməliyik. Bu bizim savaşımdır. 9 May Sovetlərin və dünyanın faşizm üzərində qələbəsidir. Səhv etmirəmsə 8 May tarixini də Amerikanlar qələbə günü kimi Trump hakimiyyətə gəldikdən sonra ikinci dəfə qeyd edirlər. Və bu bizə nə verdi, bizdən nə aldı, bu kimi suallarla qarşılaşırıq. Mənim fikrimdə gəlin hadisələrin mahiyyətinə götürənək. Bunun üçün də ifrat nasizm, radikal nasizm və faşizm nədir? Qısaca onları araşdıraq. Tarixi məlumatlar və faktlar əsasında. Beləliklə, icazənizlə biz hadisələrin səbəb köklərinə diqqət yetirək və bunun üçün mən təqdimatı diqqətinizə təqdim edirəm, əziz dostlar. Bir faktla başlayacağıq. Bu fakt ondan ibarətdir ki, biz Azərbaycan xalqı olaraq hərbi əməliyyatların getdiyi regionlar Avropadan çox uzaqda yerləşmişdir. Ancaq diqqət etmək lazımdır ki, istənilən zərərli ideologiya ən dəhşətli infeksiyon xəstəliklərdən, epidemiyalardan milyonlarca qat daha təhlükəlidir. Və faşizmlə başlayaq. Nədir faşizm? Faşizm dedikdə ilk növbədə ifrat radikal millətçi siyasi ideologiya nəzərdə tutulur. Faşizm sağçı bir mövqedir, avtoritarizmə əsaslanır, üsul idarə etmə metodu baxımından. Və bir millət bütün hadisələrin, proseslərin mərkəzində tutulur. O demək deyil ki, o millətin bütün hüquqları, mənafeləri tam surətdə təmin edilir. Həmin millətin özünün də ayrı seçkiliklərə, repressiyalara məruz qalan kəsimləri mütləq olur. Faşizm 20-ci əsrin əvvəllərində meydana gəlib İtaliya və xarakterik cəhətləri nədən ibarətdir? Ekranlarınızda görürsünüz. Radikal, ifrat radikal millətçilik.
Şəxsiyyətə pərəstiş, heç şübhəsiz. Məsələn, diktatora, o zamanlar Mussoliniyə sonsuz inanı tələbə. Çox mədəniyyətlilik, çox ideologiyalıq, çox fikirliyə qarşı və bu qarşı olmaq da sadəcə elə sözdə deyil, son dərəcədə ağır, amansız, kəskin hücumlarla müşahidə olunur. Militarizm faşizmin əlində öz məqsədlərinə çatmaq üçün vahid bir mexanizmdir, alətdir və bütün bunlar üçün, bundan əvvəl sadalananlar üçün maliyyə resursları gərəkdir. Bu məqsədlə də iqtisadi sfera tam kontrol altına alınır. Faşizm sözünün kökünə baxaq, etimologiyasına. Facies qədim latın sözüdür, Romada işlədilir və müxtəlif ağac çubuqlarını kəsirdilər. Onları dəmir qayışla bir-birinə bərk sıxırdılar və bir tərəfdə də, baş tərəfdə xüsusilə, uc tərəfdə, üzr istəyirəm, bir balta bərkilirdilər. Və bunun da adı facies idi. Nəyi simvolizə edirdi? Birlikdəliyi, həmrəyliyi və bir də gücü. Bu aləti də xüsusilə yüksək vəzifəli rəsmi şəxslərin qədim Romada mühafizəçiləri, əlində səlahiyyət olan, gücü olan adamlar gəzdirir. Beləliklə, xüsusilə də ağcaqayın çubuqlarından istifadə olunur. Faşizm kökü ona gedir. Və 20-ci əsrin əvvəllərində ilk faşist rejimlər meydana gəldi. Bunun səbəbləri müxtəlif idi. Bilirsiniz ki, 17-18-ci əsr, xüsusilə də 19-cu əsr sənaye inqilablarından sonra texnoloji yeniliklər, kəşflər, iqtisadi sferada köklü dəyişikliklər, sosial mühitin kəskin yeni çağırışlarla, təhdidlərlə üz-üzə qalması, məsələn, işsizlik, pula münasibətin, iqtisadi dəyərlərə münasibətin dəyişməsi və s. Birinci Dünya müharibəsinə gətirib çıxartmışdı. Köhnə sistemlər çöktü, xüsusilə də siyasi ideoloji sistemlər, hətta imperiyalar çöktü bərabərində. Yeni siyasi sistemlərin yaranması cəhdləri də əks təsirlərlə, müqavimətlərlə üzləşməyə başladı. İnflyasiya, nə bilim, işsizlik, yenə də orada görürsünüz, xəstəliklər və s. problemlər bütün dünyanı olmasa da, ən azından Avropanı bir qaynar qazan halına gətirmişdi. Narazı əhali kütlələri, küçə yürüşləri, mitinglər, nümayişlər və s. Və bir tərəfdə də sosializm, daha doğrusu komünizm qorxusu, bolşevik inqilabı qorxusu və nəticədə İtaliyada meydana gəlir. Benito Mussolini hakimiyyəti bilirsiniz 22-43-cü illər və bir də Adolf Hitlerin bu nasizmi dəyişdirərək ona irqçilik meyillərini əlavə edərək formalaşdırdığı, daha doğrusu faşizmi dəyişdirərək Adolf Hitlerin ona irqçilik elementlərini də əlavə etdiyi nasizm meydana gəldi Almaniyada 1933-1945-ci illərdə. Hitlerin və onun partiyasının hakimiyyətə gəlməsi idi. Və faşist rejimlər nə vəd edirdi əhaliyə? O vədlər o qədər aldadıcı, o qədər cəlb edicidir ki, orada daha nələr yoxdur. Xalqa verilən vədlərin arasında biz keçmişdə böyük güc olmuşuq, dünya bizim olub, indi biz böyüklüyümüzü geri qaytaracağıq, əzəmətimizi geri qaytaracağıq. İqtisadi baxımdan hər birimiz yağ bal içində yaşayacağıq. Ölkəmiz cənnət olacaq, quzu qoyunla bərabər otlayacaq. Xüsusilə də nasizmdə bu geniş yayılmışdı. Lebensraum, günəş altında yeni ərazilər, hədsiz məkanlar bizim olacaq.
İrqimiz alidir və biz bu aliliyi daha da inkişaf elətdirəcəyik. Arzu olunmaz elementlərdən, ünsürlərdən biz öz irqimizi təmizləyəcəyik. Ənənələrimiz, adətlərimiz gözəl idi. Bizi möhtəşəm, böyük edən də məhz bu adətlər, ənənələr idi və biz bu adət, ənənələri, bu möhtəşəmliyi geri qaytaracağıq. Bu vədlərin hamısı yerinə yetirildi-mi? Əlbəttə ki, xeyr. Meydanlarda verilən, asanlıqla səsləndirilen, xalq kütlələrinə ünvanlandırılan bu vədlərin əksəriyyəti ilə görsək, görə bilərik ki, diqqətlə baxsaq görə bilərik ki, elə xalq kütlələrinə aslında böyük bəlalar gətirir. Keçək nasizmə. National Socialism, milli sosializm. Əsas elementlərini diqqətinizə çatdıracağım. Bayaqlarda qeyd elədim ki, bir bolşevizm və yaxud kommunizm inqilabı qorxusu vardı Avropada da. Və qəribə burasındadır ki, Adolf Hitler yeni bir, deyək, ideoloji, ifrat radikal ideoloji sistem yarattı Almaniyada. Almaniya 1-ci Dünya müharibəsində məğlub olan tərəf idi və hər kəs də bilir, sürədə tarixçilər üçün yaxşı məlumdur bu. Xalq kütlələri müəyyən qədər narazı idilər o Weimar Respublikasından və s. Və Hitlerin o pafoslu, bərbəzəkli vədləri təəssüflər olsun ki, zəhmətkeş, çalışqan, disiplinli, nizam-intizamlı Alman xalqını bir növ aldada bildi. Və natsizm bu baxımdan ilk növbədə kommunizmə qarşı yönəlmişdi. Ancaq təkcə bu yetərli deyil. Natsizm həm də liberalizmə qarşı yönəlmişdi. Dövlət hakimiyyəti orqanlarının bütün məsələlərdə aliliyi, fərdi hüquqlar, azadlıqlar, bunlar demək olar ki, heçə sayılır. Dövlət mövqeyi, millət mövqeyi və bunu da millətlə ifadə edirlər. Və faşizmə əlavə edilən ən dəhşətli element irqçilik elementi. Völkiş ideologiyası, yəni ali irq. Və nə deyirdi bu ali irq konsepsiyası? Dünyada iki insan var. Mücərrəd mənada. Ali insan və bir də Untermenschen, alt insan, aşağı insan. Və ali irq bizik bütün Almaniya əhalisini nəzərdə tutur, Almaniya vətəndaşlarını nəzərdə tutur, Hitler və Goebbels və digər tərəfdarları xeyr əlbəttə ki. Bütün Alman xalqını nəzərdə tutulur. Amma onun bir kəsimini nəzərdə tutur. Təbii ki, özləri də başda olmaqla biz ali irqik, ən yaxşılara layiqik və Yevgenika konsepsiyası var bunların. Bu ali insan, ali irq nöqteyi nəzərindən. Müsbət Yevgenika var. Bu onu nəzərdə tutur ki, insan genetikasına müdaxilə olunsun və bir irqi daha da saflaşdırmaq naminə tədbirlər həyata keçirilsin. Bu medikamentlər ola bilər, bu başqa vasitələr ola bilər. Seleksiya. Yəni, biri var təbii seçmə, biri var süni seçmə. İnsanın faydalı hesab etdikləri birilərini seçib onu irəliyə çəkməz, onu qoruması. İnsanın dedikdə biz burada dövlət orqanlarını, Alman, nasist dövlət orqanlarını nəzərdə tuturuq. SS, Gestapo və s. Amma mənfi Yevgenika da var idi. Mənfi Yevgenika nə nəzərdə tutur? Hətta Alman belə olsa, faydasızdırsa, lazımsızdırsa sıradan çıxarılsın, məhv edilsin. Bunun üçün də müxtəlif proqramlar nəzərdə tutulmuşdu. Məsələn, məcburi sterilizasiya.
və yaxud hətta T4 başlıqlı evtanaziya proqramları nəzərdə tutulmuşdur. Və evtanaziya da ilk dəfə bax elə tarixdə kütləvi surətdə nasist Almaniyasında həyata keçirilir. Digər proqramın digər hissəsində də istiqaməti nədən ibarətdir? Lebensraum, işğal, okupasiya, yeni yaşayış məskənlərinin ali il üçün və onun təmsilçiləri üçün ifadə. Və bütün bu sadalanan işlərin görülməsi üçün bu ideoloji tədbirlərin, təbii ki, bunlar sadəcə ideoloji tədbirlər deyil, qarışıq tədbirlərdir. Burada bu tədbirlərin siyasi, iqtisadi, tibbi, mənəvi, hüquqi, əxlaqi və s. tərəfləri də var. Bütün bu tədbirlərin həyata keçirilməsi üçün bir prinsip tətbiq olunur. Führer prinsip, lider prinsipi. Führer, Hitler, onun aliliyi, toxunulmazlığı, onun sözlərinin qanun olması və s. Nəyə nail oldular? Həm faşistlər, həm nasistlər. Rəqəmlər göz qabağınızdadır, əziz dostlar. Müxtəlif rəqəmlər var, mən ortaq rəqəmləri diqqətinizə təqdim edirəm. 50 milyondan artıq insan, bəlkə də 1 milyarda yaxın. Sadəcə 1930-45-ci illərdə dünyasını dəyişdi. Bunların çoxu qətlə yetirildi, əksəriyyəti. Hələ biz yetim qalan uşaqları, şikəst olanları, məcburi köçkün, qaçqın düşüb neçə məhrumiyyətə düçar olanları, evləri, eşikləri dağıdılanları, bunları nəzərdə tutmuruq. Biz maddi itkiləri nəzərdə tutmuruq. Sırf hələ 50 milyondan artıq insan birbaşa qətlə yetirir. Və bunların arasında çox acınacaqlı rəqəmlər var. Bayaqları dedik o rasist ideologiya, ali insan. 6 milyon yəhudi sadəcə yəhudi olduqlarına görə qətlə yetirildi. Onların da arasında 1 milyondan çox uşaq var. Və 5 milyondan artıq digər azlıq qrupları qətlə yetirildi. Məsələn, Roma deyirlər, qaraçılar. Və eyni zamanda bu 5 milyonun içində yüz minlərlə alman var. Əngəlli, deyək ki, nasist ideoloji hakimiyyət orqanlarının yararsız hesab etdiyi almanlar. Deyək, evtanaziya proqramları vasitəsilə onlar qətlə yetirildilər və s. Keçmiş Sovet İttifaqının 27 milyondan artıq vətəndaşı qətlə yetirildi. Həm mülki, həm hərbi. Rəqəmlər dəhşət verici. 7,4 milyon Alman vətəndaşı həyatını itirdi. Bax, bu utopik, radikal ideologiyanın nəticəsidir. Və biz bu müharibənin arasındayıq. Biz bu müharibədə necə iştirak etmişik? Rəqəm göz qabağındadır. O dönəmlərdə Azərbaycan əhalisinin sayı az idi və onun 350 minə yaxını bu 2-ci Dünya müharibə savaşında həyatını itirdi. Və Azərbaycan həm də maddi cəhətdən öz resursları ilə nasizmə qarşı aparılan o müharibənin ön sıralarında. Bu artıq tarixi reallıqdır və təəssüflər olsun ki, artıq biz nə itkiləri ləğv edə bilərik, nə tarixin təkərini geri döndərə bilərik. Sadəcə olaraq təəssüfləndirici məqam ondan ibarətdir ki, zaman keçsə də, hadisələr dəyişsə də, bəşəriyyət inkişaf etsə də, hələ də bəzən görürsən ki, dünyanın müxtəlif regionlarında, bölgələrində bu cür düşünən insanlar var. Bu ideologiyaları dəstəkləyən,
onları dirçətməyə çalışan, onları yenidən tətbiq etməyə, dövlət siyasəti kursuna gətirməyə çalışan insanlar var. Və son olaraq qeyd etmək istəyərdim ki, əslində 9 may tarixi Alman xalqı başda olmaqla bütün dünya xalqlarının qələbəsidir. Bu nasizm ideologiyasının dəhşətlərini, bəşəriyyətə vurduğu zərəri, ziyanı nəzərə alsaq, bu bütün bəşəriyyətin bu xeyrin şər üzərində qələbəsidir. 9 may bayramı mübarək. Hələlik.